İlk öncə özünüzü təqdim edərdiniz. Mən Bəyləmirov Amil Nazımoğlu, 2-ci Qarabağ müharibəsi qazisi. Ee, hardan gəldiniz siz? Mən Gəncə şəhərindən bağlı Gəncəyə müharibə vaxtı, mərmilər yağan vaxtı xəsarət alınmış evlər barəsində gəlmişəm. Və buradan Namiq müəllim mən 2 həftədir hər gün qəbula yazırlar, mənə heç kim qəbul eləmir. Burada Vasif müəllim var, bu Gəncə ilə bağlı işlərə baxır. O düşüb mənə bir qəbul eləmir, mənə bir sözün demir, heç bir... Siz Gəncədə 2020-ci ildə atılan bombalardan xəsarət alan ev. Bəli, bəli. Sizin evlərin təmir edilməsi ilə bağlı hansı məsələlərdə problemlər yaşamısınız? Necə olubdu? Niyə bura gəlib çıxmısınız? Cənab Prezidentin göstərişi ilə sağ olsunlar göstəriş verdi ki, bu evlər dərhal təmin olunsun, əmr verib, amma icra edən yoxdur. 5 ildir. Ged gəl. Kim gəlir, hamını qovurlar. Qoca arvad, qoca kişi gəlir, buradan qovurlar da, heç bir kompensasiya ödəmirlər, evi remont eləmirlər. Heç nədə heç bir göstəriş yoxdur. İndi onunla bağlı... Kompensasiya olaraq sizə nə qədər verilməli idi və niyə verilmir? Əslində çox evlər var, sökülüb, təzədən tikilməlidir. Hal-hazırda yararsızdır o evlər. 90 min, 100 min var, 80 min var, cürbəcür də... Bəli, verilməlidir. Bu günə qədər 4 ildir, 5 ildir... 4 ildir gətirib 1000 manat pul verib, cəmaatın başına, qoca arvadla qoca kişinin başına alladıb, qol çəkdiriblər ki, gələ bu 1000 manatı, get. İndi də gəlmişəm buraya qəbula, qəbulda heç kim qəbul eləmir, niyə bilmirəm? Necə yəni, qoca kişi ilə qadını 1000 manat verib başlarını alladıblar? Nə cür baş verib bu prosesdə? Təmir idarə edib onu? İndi bu idarə eləyib, podratçı şirkət eləyib, əsas bu idarədir. Nəzarətsiz baş verib. Nəzarətsizlik. Gəlirsən buraya, heç kim səni qəbul eləmir. 1000 manatı veriblər ki, hə, evi düzəldəcək, elə ondan qol çək. İndi sonradan deyirlər ki, hə, 1000 manat almışsan, sən razılaşmısan. Yəni, dəymiş zərəri 1000 manatla bağlayır. Bəli. O evin zərəri nə qədərdir? Zərəri 100 min, 90 min, 100 min arasıdır. Hal-hazırdakı zərəri. Bəli, yararsız haldadır. Bəli, çəkilişləri də var evin. Çat-çatdır, hər tərəfdən çatdır. Dağılıb yaman gündədir də ev. Gəlmişəm bura, hamı ikinci akt hazırlanıb. Akt hazırdır. Akt hazırdır, gəlmişəm, axırıncı ünvan buradır. Bunlar pulu köçürtməlidir, amma köçürtmürlər. İncidirlər, qəbul eləmirlər. Şəhər salma, ərazi planla... Salma və arxitektura. Bəli. Və burada sizə kompensasiyanı kim ödəməlidir və niyə ödəmir? Mən burada Vasif müəllim var burada, Gəncə regionala baxır. Baş idarəyə getdim 28-də. Dedilər oradan Namiq müəllimin qəbuluna yazılmalısan. Namiq müəllimin qəbuluna yazıldı, mənə zəng gəldi ki, gəl. Gəlirəm, buradan deyir ki, bizə heç kim zəng gəlmir. Heç bir zəng olunmuyor. Sizə həm zəng edib dəvət edirlər, həm də deyirlər ki, biz sizə zəng eləməmişik. Zəng eləmişik, bilmirik kimdir, nəçidir. Deyirəm, girirəm bura ki, bu nömrədən sizdən mənə zəng gəlibdir. 6 dəqiqə danışmışıq da, o mənlə danışan kimdirsə, çağır onu görə kimdir də, nəçidir. Heç bir cavab yoxdur da. Vasif müəllim düşmür. Deyirlər ki, Vasif müəllimin müdiriyyəti icazə vermir. Dəyən zərər nə qədər? 80 min, 90 min. 80-90 min sizin dəymiş zərərinizdir. Bəli. Halbuki bunu da ödəməkdən imtina edir. İmtina edirlər, bəli. Konkret bir cavab vermirlər sizə. Cavab vermir. Heç kim məndən görüşmür. Mən dərdimi heç kim dinləmir də. Heç kim mənə qulaq asmır. 2020-ci ildə cənab prezidentimiz İlham Əliyevin sərəncamı var. Bəli. Zərər çəkmiş evlərin yenidən bərpa edilməsi, tikilməsi və təmin edilməsi ilə bağlı dövlət layihəsi var və bəli. Bəli. Bu puldan siz indiyə qədər nəsə almısınız? Yox, alınmıyıb. Heç nə alınmıyıb. Gəlmişəm, aktdır, hər bir sənəd hazırdır. Gəlmişəm, bütün fövqəladə qol çəkib, sonra şəhər salma, bir dənə bunlar qaldı. Bütün 5 dənə orqandır. Hamısı qol çəkib, bir dənə bunlar görüşmür. Nə səbəb? Təmiri və ya tikintisi hansı podratçı şirkətə həvalə olunubdur? Onu dəqiq bilmirəm. Oradan podratçılar heç bir... Yox, heç kim yaxın gəlmir də. İcra hakimiyyətinə deyir. İcra hakimiyyəti deyir, sənin sənədin var, hazırdır.
Bir dənə bunlar icazə versin. Baş idarə. Namiq müəllimgil. Şəhərsalma Bəli. icazə verməlidir ki, sizin ödənişlər ödənsin, evinizi təmir edib girəsiniz. Bəli, bəli. Bir dənə onlar icazə versə, bir dənə qol çəksələr, təmirimizi eləyirik, pulumuz da keçir. Bunlar heç birini eləmirlər. Sonuncu da nə vaxt olmuş qəbulda? Dünən. Siz yenə qəbul edərsiniz. Mən 15 gündür, 15 gündür. Hər gün gəlib gedirəm. Hər gün də gah ora göndərirlər, gah bura göndərirlər. Və gedirəm oradan da deyir, ora yazmışıq sənə qəbula, çağıracaqlar. Nə vaxt çağıracaqlar bilinmir. Gəlirəm, Vasif müəllim deyir ki, mənə müdiriyyət icazə vermir görüşməyə. Deyirəm, qaziyəm. Yaxınlaşaq və münasibət öyrənək olar. Buyurun, buyurun. Neydi başına? Müdafiə Nazirliyi deyil, Daxili İşlər Nazirliyi deyil, Dövlət Təhlükəsizlik İcra Hakimiyyəti binası içəri Qardaş İcra Hakimiyyətinin girişi o tərəfdə. Nə işin var orada elə qardaşım, artıq söhbət Vətəndaş çələsin. Bildim də orada elə vətəndaş orada elə. Bu Mən burada söhbət eləməm, vətəndaş girir. Bildim qardaşım içəri Mən içəri girmirəm, qardaş. çəkiliş eləmirsən. Mən içəri girmirəm, mən qapının ağzında gözləyirəm. Mən də o deyirəm, içəri girmə. Mən sən başqa söz deməm. Yox, bina içində mən bilirəm, təbii ki, bina içində olmaz. Başqa söhbət eləmirəm. Yaxınlaşın, bir dənə öyrənin görün. Gördüyünüz kimi vətəndaş Gəncədən Bakıya gəlib dağılmış evləri ilə bağlı hazırda idarə günlərdir bu vətəndaşı qəbul etmir. Hal-hazırda ərazi tipi planlaşdırma mərkəzi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qarşısındayıq. Baş şəhər memarlıq və şəhərsalma da baş idarəsi də məhz buradadır. İndi vətəndaş gözləyə çıxsın, cavabını öyrənəcək. Hazırda qəbuldan çıxırsınız. Nə yerdə qaldınız? Səhər tezləndən mən gəlmişəm bura, qəbul üçün. Bir nəfər mənə qəbul eləmir. Nə deyirlər? Kimə yaxınlaşdınız? Hansı cavablar aldınız? Mühafizə polisi var içəridə, adı əlimdadır. Deyirəm, deyir mənlik deyil. Onun işi yuxarıya məlum. Hə, mənim işim yuxarıya cavab vermir mənə. Namiq müəllimlə belirli məktub yaz. Get qəbula yazmışam. 2 dəfə yazmışam. 3 həftədir mən. Qalmışam sürünürəm də. Bu ora göndərir, bu bura göndərir. Mən səhər tezdən buradayam. Mənə bir nəfər qəbul eləməyib də. Bir nəfər demir ki, ha qardaş, bu Vasif kimdirsə işində yoxdur deyir. Otağında yoxdur. Bu Vasifin familiyası nədir? Vasifin familiyasını bilmirəm. Vasiflə Əli bu Gəncə işinə görə onlar baxır Gəncə işinə. Onların nəzarətində. Onların nəzarətində. Baş idarə dedi ki, Vasiflə Əli baxır Gəncə işlərinə. Bu Vasif də konkret çıxmır da çölə. Otağında yoxdur. İş vaxtıdır. Bu gün bütün gün iş vaxtıdır. İşində olmayıb bu adam. Bunlar bilmir ki, siz qazisiz, həm də 2020-ci ildə bu atılan bombadan xəsarət alan vətəndaşlardansınız. Bilir, gözəl bilir, deyilib də. Heç bir söz yoxdur da, heç bir məlumat vermirlər də, heç nə demirlər, heç nə də, heç nə. Hörmətsizlik. Mən cənab prezidentin qəbuluna yazılmaq üçün bir həftəyə cavab gəlir, bir həftəyə 5-3 gündən cavab gəlir. Cənab prezidentin qəbuluna yazırsan, xahiş edirsən, cavab gəlir bir həftəyə. Dedilər Vasif müəllim, Əli müəllim işdə yoxdur, yoxsa ümumiyyətcə Buradadır, qəbul etsin. otağında yoxdur. İş saatında Qəbul eləmək istəyirəm, deyir, müdiriyyət icazə vermir. 8:04-dür. Siz Səhər tezləndən gəlmişəm. bu qədər içəridə sizi niyə saxlayırdılar? Gözləyin, otağına gəlsin, əlaqə saxlayaq, otağında cavab vermir. Xidmətə otağından başqa harda olur ki, bu binadan çıxıb harasa qaçıbdır? Bilinmir də, onu bilmir. Bu binada 3-4 dənə girişi var, bilinmir hardan qaçır, hardan nə edir, o bilinmir də qardaş. Rəisinə, komitənin rəisi ilə görüşmə tələb etdinizmi? Etmişəm, dedilər qəbula ged yazıl, 2 dəfə qəbula yazılmışam, mənə zəng elədilər ki, gəl. Gəlmişəm, deyirəm ki, buradan zəng gəlin mənə, nömrəni də göstərirəm. Kimə yazmışsınız? Kimin adına yazmışsınız? Natiq Hümbətovun adına yazmışam ki, qəbul, Namiq Hümbətovun. Namiq Hümbətovun qəbuluna yazılmışsınız və sizi heç burada qəbul etmirlər də. Mənə zəng gəldi, həmən gün zəng gəldi. Gəldim ki, mənə bu nömrədən zəng gəlin, mənə bura çağırıblar. Deyirsə, heç kim çağırmayıb, qəbul yoxdur. Necə, zəng edib idarəyə çağırırlar və idarə adından kim zəng elədiyi bəlli deyil. Sizə özünü təqdim eləmədi zəng edən şəxs. Mən özüm təqdim eləmədim, adını bilmədim.
6 dəqiqə danışığım var. 6 dəqiqə neçə saniyə mənim ondan danışığım var. Gəncə məsələsi deyənə heç kim qəbul etmir. Namiq müəllimə indi bilmirəm, xəbər veriblər, verməyiblər. Bilinmir də qardaş. Mən dərdimi kimə deyim? Efir vasitəsilə Namiq Gümbətova hansı müraciət eləmək istəyir? Namiq Gümbətova müraciət eləmək istəyirəm ki, xahiş edirəm Namiq müəllim, mənə bir qəbul eləyin, mənim bir dərdimi eşidin. Mənim problemimi həll eləyin də. Bütün qurumlar həll eləyir. Bir qalıb bu qurum siz həll eləmirsiniz. Bu Qurumlardan imza almış. bəli, bütün sadəcə Bütün qurum, 5 dənə qurum Salma və Arxitektura Komitəsi imza atmır sənə. imza atmır. Niyə? Səbəb nədir? Səbəb imza atan kimi pulu götürdüməlidir. Niyə dövlət Dövlət cənab prezident bəli ayırıb, bəli ayırıb. Artıq Gəncədə başlayıblar. Neçə dənə evə kompensasiya şirkətlər başlayıb kompensasiya ödəməyə. Pulunu ödəmə. Amma bunların bütün sənədlər hazırdır, amma qəbul edən yoxdur. Heç kim demir ki, burada qəbul olunmamağınızda və ya kompensasiyanın ödənilməməsində təqsirkar kimdir? Yəni bunu niyə edirlər bunlar? təqsirkar yeyinti, korrupsiya. Yeyiblər pulu, qardaş. İndi ödəmirlər. Demənizdən belə çıxır ki, bunlar vaxt qazanmağa çalışır. Vaxt qazanır, bəli. 5 il vaxt qazanmaq olur. 5 ildir 2020 ildə baş vermiş hadisədən 5 qoca arvad gəldi, qoca kişi gəldi. Camaat şikəsdi. Evində çıxa bilmir də qardaş, gələ bilmir. Gəncədən bura gələ bilmir. Hələ gəlir, get falan yerə getmişəm. Mən 3 həftədir, 15 gündür məni ora get, bura get. Hər dedikləri bütün yerlərə getdim. Qəbula da yazılmışam, 2 dəfə qəbula yazılmışam, yenə qəbul eləmirlər. Niyə? Cənab prezident deyir ki, sizin bura gəlib getmənizdən xəbərsiz olduğunu düşünürsünüz. mənim belə fikrim var ki, yəqin ki xəbəri yoxdur Namiq Gümbətov. Yəqin ki bu boyda hörmətsizliyi eləməz. Mənim zənnimcə qaziyə qarşı bu boyda hörmətsizliyi olmaz. Yəqin ki Namiq Gümbətovun xəbəri olsa bir qəbul eləyər 1 dəqiqə, 2 dəqiqə bir qulaq asar mənə, problemi deyərəm. Ya problemi deyər ki, qardaş get falan mən həll eləmirəm. Bir kökü olmalıdır da, buradadır da bu. Həlli yolu olmalıdır da, bu məsələnin həlli yolu olmalıdır. Şəxslər, idarənin əməkdaşları sizə probleminizin həllinin kötüyü nədə olduğunu demir. Demir. Deyir ki, Qəbul etmir. qəbul da etmir. Deyir müdiriyyət icazə vermir. Müdiriyyət Nəyə icazə icazə vermir müdiriyyət? görüşə. Vətəndaşla qazi səndidir, görüşə icazə, vətəndaşla görüşə icazə yox. Binada görüş yoxdur, yoxsa Görüş var, niyə yoxdur ki? vətəndaş qəbulu yoxdur. Vətəndaş qəbulu var, bəli, gedib yazılırsan. Yox, Füzuli yazılmalı qoydu qırağa. 65-də. Bu idarənin, müəssisənin rəhbərindən vətəndaş qəbuluna neçə günlərdir və neçə dəfə gəlmisiniz o qəbula? Mən 2 dəfə yazdım, 15 gündə 2 dəfə yazılmışam qəbula. Mənə bir dəfə zəng eləyiblər, gəlmişəm, dedilər yox, sənə qəbul yoxdur. İkinci dəfə keçən həftədə yenə müraciət elədim. Çünki mənim qəbul eləyin də. Keçən həftə yox, daha doğrusu bu həftə, birinci gün. Birinci gün, 5-ci gündür siz yenə də 5-ci gündür, 5 gündür Bakıdasınız. 10 gün, 15 gündür mən Bakıdayam. 15 gündür Bakıdasınız 15 və idarə sizi qəbul etmir. İdarə et, Dərdinizə dinləmir. qəbul etmir, dinləmir. Bunda efir vasitəsindən kimlərə müraciət etmək istəyirsiniz? Mən cənab prezidentə müraciət eləmək istəyirəm, Ali Baş Komandanına müraciət eləmək istəyirəm. Xahiş eləyirəm. Bizim problemi bu böyük bir məsələni sizin əmrlərinizi icra eləmirlər. Vətəndaşla görüşmürlər, vətəndaşı dinləmirlər. Xahiş eləyirəm bir tədbir görülsün bunlar haqqında. Mənim son sözüm budur da. Yəni mən nə deyim? Minnətdaram. Çox sağ olun. Gördüyünüz kimi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qəbuluna gələn, Natiq Gümbətovun qəbuluna gələn vətəndaş 15 gündür Bakıdadır, heç cür qəbul olunmur. Vasif və adlı şəxslər vətəndaşı qəbul edib, problemini həll etmirlər. Ondan da əlavə buradan demək istəyirəm ki, bura idarənin mətbuat xidməti Ramiz müəllimlə də əlaqə saxladıq, lakin telefonlarımıza cavab vermədi. Hətta özünə WhatsApp vasitəsilə də idarənin qarşısında olduğumuzu, məsələ ilə bağlı açıqlama verməsini istəsəydi, Ramiz müəllim vermədi.